Seçim xoş gördük. Xoş gördük Turan. Günümüzə ayna olmalı olan televiziyalarla bağlı günümüzdə o qədər də xoş olmayan informasiyalar dolaşır. Xüsusən son günlər Azərbaycan televiziya məkanının problemləri sosial şəbəkə və cəmiyyətdə ciddi müzakirə olunur. Əvvəlcə ondan başlayaq. Televiziya hansı funksiyanı yerinə yetirməlidir və bizdə hansı funksiyanı yerinə yetirir? Ümumiyyətlə tək televiziya yox, jurnalistikadan gedirsə söhbət və xüsusən də vizualizasiyadan gedirsə söhbət, təbii ki, xəbər verməkdir, tənqid etməkdir, yəni əksiklikləri üzə çıxarmaqdır, maarifləndirmək və əyləndirməkdir. Bizdə xəbər vermək funksiyası durur, o da müəyyən bir çərçivələrdə. Tənqid eləmək olunur, tənqid, amma belə aşağı səviyyələrdə, xırda məmurlar, nə bilim, subastı, icra hakimiyyətində hansısa məmur işini görmədi, yaxud hansısa bir strukturda hansısa bir yaramaz məmur işinin öhdəsindən gəlmədi. Daha sonra maarifləndirməkdir. Maarifləndirmək xüsusi yer tutur ümumiyyətlə. Çünki insanları maarifləndirdikcə insanlar düşünməyə başlayır və düşünmək də ümumiyyətlə cəmiyyətin səviyyəsini qaldırır. Və təbii insan əylənməlidir, dincəlməlidir və vizualizasiyada, yəni televiziyanı nəzərdə turan insanları əyləndirməlidir. Amma əyləndirməyin də müəyyən, belə deyək, səviyyəsi olmalıdır. Müəyyən səviyyədə əyləndirməlisən. Bir var, bilmirəm, indi bizim mən öz devrimizdəki aktyorları, komediant aktyorları müqayisə edirəm. Bir də indikiləri müqayisə edirəm. Yerlə göy qədər fərq var. Məsələn, Bəşir Səfəroğlunu götürüb kimlə müqayisə edə bilərsin? Çünki Bəşir Səfəroğlu, belə deyək, heç bir artıq hərəkət eləmirdi. Onun mimikası və situativ səhnələr var idi ki, sən o səhnələrə baxıb, ümumi vəziyyətə baxıb əylənirdin. Yəni, səni güldürürdülər. Yaxud ki, o Mozalanı götürək. Mozalan satirik şəkildə bütün əksiklikləri göstərirdi. Təəssüf, indi belə şeylər azdır. Və əyləndirmək funksiyası da o qədər aşağı səviyyə indi ki, sonradan, yəni mən belə düşünürəm hər halda və zənnimcə səhv deyiləmirəm, maarifləndirmək, informasiya vermək və tənqid etmək funksiyalarından çəkinən və həmin bu ideoloji sahəyə, belə deyək, cavablı olan məmurlar öz əməllərini və ümumiyyətlə öz zümrələrinin, yəni məmur zümrəsinin, hamısını təbii ki demirəm, o yaramazlıqlarla məşğul olanların əməllərini örtbasır eləmək üçün əyləncəyə həddindən artıq yer verdilər ki, cəmaatın başı qarışsın və bunların, belə deyək, gördükləri işlərə o qədər də əhəmiyyət verməsinlər və nəticə də gətirib buna çıxır. Hətta mənim yadıma gəlir ki, o ideologiyaya baxan insanlardan ən yüksək səviyyədə duran biri böyük bir məqalə ilə də çıxış eləmişdi. Bir 15-20 ilin söhbəti ki, bəs televiziyalar niyə bu günə düşüb? Sən salıbsan bu günə. Ona görə də bu günə düşüb. İndi o davam elədi və təəssüf ki, gəlib o vəziyyətə çatdı ki, indi bir sıra proqramları ləğv eləyəsi oldular. Daha indi həmin adamlar qalıblar qıraqda və hər halda həmkarlarımızdır.
Amma bütün bunlara baxmayaraq bu vəziyyətə gəlib çıxmağın günah payı onlarda da var. Elçin, 4 istiqamət sadaladınız televiziyanın görməli olduğu işlər sırasında və qeyd etdiniz ki, əyləncəyə həddən artıq yer verilir. Həqiqətən belə bir təsəvvür yaranır. Tərəzinin bir gözünə əyləncə istiqamətini qoysaq, digər gözünə 3 istiqamətin üçünü də qoysaq, tərəzinin hansı gözü ağır gələr? Əyləncə ağır gəlirdi. Hara baxırsan, düzdür, indi xəbər buraxılışlarından başqa yerdə qalan siz deyən elə bir şey yoxdur. Hə, debatlar var. Mən deyə bilmərəm ki, bizim televiziyaların hamısı bərbad vəziyyətdədir. Yox. Müəyyən verilişlər var ki, maraq doğura bilir. O da müəyyən qism insanlarda və bir də bir şey vardı. Bilirsiniz, indi birtəhər çıxmasın, hamı hər şey şünas olub. Siyasətdən də danışır, həkim siyasətdən danışır, siyasətçi təbabətdən danışır. Hərə aləm qarışıb bir-birinə, hamı da özünün mütəxəssis və hər şeydən xəbəri olan kimi təqdim eləyir. Hərçənd indi bəlkə də insanlarda belə bir təəssürat yoxdur. Amma ortaya çıxanların bir çoxlarını yaxşı tanıdığım və tanıdığımız üçün məndə iki reaksiya oyadır. Siz vaxtilə televiziyanın, ümumiyyətlə medianın ideoloji siyasətini həyata keçirən məmurların əməllərindən danışdınız ki, onlar özlərinə aid olan negativlərin üstünü örtmək üçün televiziyanı bu günə gətirdilər. Bu gün də məmurlarla bağlı negativ informasiyalar hələ də dolaşır. Məsələn, bu günlərdə bəzi məmurların qanunsuz əməlləri, sərvətləri, korrupsiya əməlləri ortaya çıxdı və televiziya təbii ki, bunu göstərmir. Bu başqa sferada yayılır, müzakirə olunur. Hələ də davam edir, yəni məmur qanunsuzluqları. Bilirsiniz, mən sizə bir şey söyləyim də, indi siz deyirsiniz, korrupsiya əməlləri ortalığa çıxdı. Hələ ortalığa heç nə çıxmayıb. Yəni, hüquqi cəhətdən ortalığa heç nə çıxmayıb. Hə, televiziyalarda bu barədə məlumatlar qısıtdır, bəlkə də heçdir. Amma sosial şəbəkələr var, YouTube kanalları var və onlar da belə deyək, bu barədə məlumat verirlər. Amma bilirsiniz, burada belə bir şey var və mən belə düşünürəm. O məlumatlar da icazəlidir, yaxud sifarişlidir. Mən heç kimin babalını yumaq istəmirəm, amma bir şeyə baxaq da, iqtisadi cəhətdən əsas söhbət nədən gedir? Hansısa bir məmur işdən çıxardılır. Yenə də ad çəkmirəm, çünki məlumdur da, yıxılanı balta almaq istəmirəm. Və onu işdən çıxardırlar və sonra vərəq-vərəq onun mülklərinin siyahısını çap eləyirlər. Və bununla yanaşı həmin məmuru, belə deyək, keçmiş məmuru heç kim tutub eləmir, cəzalandırmır. Yaxşı, bu siyahı çıxırsa və biz bilirik ki, bu məmurun demək, hər hansı bir demək, qazancı bütün bunları əldə eləməyə imkan vermir. Bunu niyə onda belə deyək, hüquq mühafizə orqanları bununla bağlı ölçü götürmür? Niyə tutmurlar? Niyə saxlamırlar? Hər halda niyə istintaqa cəlb eləmirlər? Yəni, bütün bunlar onun göstəricisidir ki, çox təəssüf ki, bizdə bilirsiniz nə alınır. Məsələn, indi son məlumatlara görə, özdə rəsmi məlumatlardır, bizim iqtisadçılar biraz sərbəst olan, beyni işləyən və ölkənin gələcəyi üçün, belə deyək, beyni işləyən iqtisadçılarımız informasiyaya görə Azərbaycanda bu ilin birinci
rübü, yəni kvartal deyirik. O birinci rübündə bizdə ÜDM minus 0,13% olub. Bu nə deməkdir? Bizdə inkişaf yoxdur. Biz geriləmişik. İndi bir iqtisadi termin var, resesiya. Əgər ikinci rübdə də bu tendensiya davam eləsə, demək biz çox geriyə düşürük Azərbaycan olaraq. Hərçənd Azərbaycanın nəyi yoxdur ki və son zamanlar bizim belə deyək, xarici siyasətdə və ümumən digər sahələrdə hər halda gələcəyə görən layihələr üzərində iş gedir və bir çox yerlərdə də uğurludur. Bəs niyə resesiya olmalıdır? Niyə inflyasiya artmalıdır? Yəni bunu izah eləmək lazımdır, amma eyni zamanda ona görə hansısa bir məmuru, indi belə deyək də, o günah keçisi rolunda demək, ortalığa çıxardırlar və onun mülklərinin siyahısını ictimailəşdirirlər. Güya bundan əvvəl xəbərləri yox idi. Hamı bilir ki, və özdə bizdə bilirsiniz, çox əcaib bir şey var. Demək, bir çoxları güya biznesmendir, amma bizdə bizneslə məşğul olanların mütləq əksəriyyəti vəzifədədir, hansısa bir vəzifədə. Vəzifədən çıxan kimi onların biznesi də ölür, özləri də ölür, çünki bunlar biznesmen deyirlər. Bunlar ancaq vəzifələrindən sui-istifadə edirlər. Bir vaxtlar hətta mənim tanışlarımdan biri mənə belə bir şey söyləmişdi ki, deyir, bizim qəzet biznes kimi işləyirdi. Mənim üçün biznes idi, amma xüsusi bir, əlahiddə bir biznesi. Bizim, belə deyək, əmtəhimiz informasiya idi. Mənə dedilər ki, yox, sən biznesmen deyilsən. Deyirəm ki, nə üçün? Deyir, çünki sən nə rüşvət alırsan, nə də rüşvət verirsən. Yəni, bizim biznesimiz bundan ibarətdir. Belə çıxır hər halda. İndi belə çıxır deyəndə bilirik əslində nədir. Ona görə bilirsiniz, burada mən bir şeyə də fikir vermişəm. Kimisə tutalım, kimsə birdən-birə boş yerdən, heç bir yerdən çıxır ortalığa, milyonlarla əlləşir, hətta nə bilim milyardlara çatır və birdən-birə bunu tutub atırlar içəri və sual əmələ gəlir ki, yaxşı, bu adam bu milyonları necə qazandı və hardan qazandı? Ümumən bizdə biraz yox, əməli başda hər şey tərsə-məsəl olubdur. Və mən belə düşünürəm ki, bizim potensialımız çox böyükdür, olduqca böyükdür. Ölkə də zəngindir. Bizim insanlar da işgüzardır. Amma işgüzarlıq üçün gərək şərait yaradılsın. Tutalım, hər hansı bir biznes açmaq istəyirsinizsə, hansısa bir kredit götürəcəksinizsə, elə faizlər qoyulur ki, yəni beyni işləyən adam o kreditin altına heç cür girməz. Yox, mən indi məqamlar bilirdim ki, müəyyən insanlardır, nə bilim, yaxşı işləri gedir. Olsun, mən onun tərəfdarıyam ki, heç kimin gözü digərində olmasın və qalmasın. Amma bir də görürsən ki, mən kredit götürdüm, işləyirəm. Sonradan məlum olur ki, bu 200%-dən götürüb krediti. Nəyə görə? Çünki hansısa bu krediti paylaya bilən məmur böyük vəzifədədir və bunun şərikidir. Şəriki deyəndə yiyəsidir, sadəcə olaraq bunun adı gedir. Yaxşı, bir var mənə 25%-dən kredit verirsən, bir də var 3%-dən kredit götürürsən kiminsə hesabına. Belə çıxır ki, o 3%-dən götürən məndən daha ağıllı biznesmendir.
Yəni bunlar çoxdur, həm də indi necə deyim, ətrafımıza baxanda biz görürük. İndi bir şey də söyləyim, təəssüf bizdə o Sovet düşüncəsi və Sovet belə deyək, həyat tərzi hələ də durur. 70-ci illərdə təbii ki, rəsmi yox, belə hökumət özü üçün bir araşdırma aparmışdı. Araşdırmaya görə o zamanki Leningrad, indiki Sankt-Peterburqun baxırlar ki, tutalım insanlar 10 vahid məvacib halda var. Bütün şəhərdə çalışanlar. Üstündən baxırlar ki, o həmin maliyyə, tutalım o 100 manat, 10 gün ərzində, ayın 10 günü ərzində xərcləndi. Amma yerdə qalan 20 gün ərzində pullar yenə də gəlir, dövrüyə pul gəlir. Maraqlı da hardan gəlir? Yəni, indi başa düşmək olar ki, kiminsə hardasa ehtiyatı var. Yaxşı, daha bir 10 günü onun hesabına sayaq. Yerdə qalan 10 gündəki pullar hardan gəlir? Hamısı yəni o xəlvəti iqtisadiyyat, xəlvəti skemlər və ən belə deyək, belə ibtidai halda da pulları döşəyin altında yığıb saxlamaqdır. Yəni, həmin şey indi də qalır. Hamı bilir ki, tutalım, bunu təkrarlamaq da istəmirəm. Birinin məvacibi 5 manatdır, sürdüyü maşın 100 manatlıqdır. Soruşan da yoxdur, hardandır, nədir, amma indi gözləyirlər, Sovetin vaxtında belə bir şey var idi. O Tsekhavşik deyilən bir məfhumdur. Onlara imkan verirdilər, yəni xəlvəti iqtisadiyyat idi o zamanın. İşləyirdi, biraz işləndən sonra qapazı vururdular, bütün o yığdığı pulları alırdılar əlindən. İndi prinsipcə həmin vəziyyət davam edir. Belədir. Sizin qeyd etdiyiniz problemləri bugün efirdə görə bilmirik. Görməyə peşəkarlıqları çatmır, yoxsa yenə həmin maraqlı məmur zümrəsinin təsirindən görə bilmirlər? Bilirsiniz, biz vaxtı ilə Zerkavada bəlkə bir 20 ilin söhbətidir, bir yazı yazmışdıq manşetə. Orada rus dilində belə edin, çalışacağım tərcümə edeyim Azərbaycancaya. Biz yazmışdıq ki, ölkə qanunlarla deyil, anlayışlarla idarə olunur. Yəni, anlayış məsələsi var. Bir var qanunda yazılan, bir də var qaydalar, anlayışlar. Yəni, anlayışların müəyyən mənada anlayış pis şey deyil. Amma onun da həddi var. Bilmirəm, yadınıza gəlir ya yox, hətta Elçi bəyin prezidentliyi vaxtında demişdi ki, yox, indi mən başa düşürəm də, deyir, nəsə, qanunu pozmaq olar, amma bu boyda yox. Ya, o nə deməkdir ya? Qanunu pozmaq olar, amma bu boyda yox. Yəni, o bu boydanı aşanda onda ölçü götürülür. Amma aşmayanda göz yumurlar belə şeylərə. Nəysə, mürəkkəb proseslərdir və biz elə belə deyək də, inkişaf eləməkdə olan ölkəyik, amma hər halda potensial böyükdür və bir çox hallarda qanun və qaydalara riayət eləsək normal olar. Yəni, cəmiyyətin özü də bütün bu işlərə belə deyək, hazır olmalıdır. Elçin müəllim, sonuncu sualımızı birinci ilə əlaqələndirib söhbətimizə yekun vurmaq istərdik. Demək, bizi doğru maarifləndirməli olan, doğru əyləndirməli olan, neqativlərimizi doğru göstərməli olan və bütün spektrlarda doğruyu doğru göstərməli olan telemekanımızı daha da doğrulaşdırmaq, daha da istənilən səviyyəyə gətirib çatdırmaq üçün məşhur sualı ünvanlayırıq. Nə etməli? Çox şey eləmək lazımdır və nə etməli də
Misal bir sözlə heç cür cavab verə bilməyəcəm. Söhbət ondan gedir ki, ümumiyyətlə jurnalistikanın dördüncü hakimiyyəti olduğunu anlamalıyıq hamımız. Və jurnalistikanın informasiyanın düşmən deyil, xəbərdar edən bir belə deyək, təsisat olduğunu başa düşməliyik. Və mən məsələn yadımdan çıxmaz, şimdi bir çoxlarının yadındadır. Mərhum Heydər Əliyev hansısa bir adətən belə eləyirdi. Hökumət iclaslarında məmura qulaq asırdı, dinləyirdi. O da kağızdan oxuyur, deyir ki, bəs nailiyyətlərimiz belədir, belə elədik, belə vurduq, belə nə bilim düzəltdik. Dinləməyi çox bacaran insan idi. Dinləyirdi, sonra deyirdi, mən dünən ayinəsdə xəbərçidə baxdım, orada heç elə deyildi. Və həmin nazir o saat udqunmağa başlayırdı. Nəyə görə? Çünki Heydər Əliyev, belə deyək də, informasiyanın nə demək olduğunu çox gözəl bilirdi. Və informasiya, ona çatdırılan informasiyanı, belə deyək də, bir mənbədən yox, bir neçə mənbədən alırdı və onları analiz edib ondan sonra qərar verirdi. Yəni, televiziyanın və ümumiyyətlə jurnalistikanın əsas prinsipi, əsas işi informasiya çatdırmaqdır. Vacib deyil sən o informasiya hansısa bir fikir bildirəsən və yaxud mövqe göstərəsən. Mən informasiyanı verdim, siz ölçü götürməlisiniz. Yəni bizim funksiya, jurnalistikanın funksiyası ölçü götürmək deyil, xəbərdar etməkdir. Xəbərdar elədim, sizin funksiyanız da bu xəbərdən düzgün istifadə eləmək, düzgün nəticə çıxarmaqdır. Belədir, bundan ötürü gərək ümumiyyətlə biz jurnalistikanın özünü, o cümlədən təbii ki, televiziya o cümlədən elə səviyyə salmışıq ki, jurnalist adı deyəndə bir çoxlarının tükləri biz durur və bir çoxları o saat əlini atır cibinə, görüm cibimdə nə var, verin bunları əl çəksinlər məndən. Biz bu vəziyyətə salmışıq özümüzü. Dediyim odur ki, jurnalistikaya belə deyək də, qazanc dalınca yox, jurnalistikaya bir vəzifə kimi baxmaq lazımdır. Vaxt və diqqət ayırdığınız üçün təşəkkür edirik. Mən sizə təşəkkür edirəm, sağ olun.